10-cu hissə. Bazar günü idi. Arzu ilə birlikdə şəhər parklarının birində keçirilən kitab sərgisinə getmişdik. Bu böyük tədbirə məxsusi hazırlaşmışdım. Əynimdə dizdən yuxarı qara yubqa, mavi köynək və zərrinin bir neçə saatlığa verdiyi qəhvəyi rəngli bahalı gödəkçə vardı. Saçlarımı da cəzbedici bir formada elə zərrin düzəltmişdi. Əslində bura gəlməkdə əsas məqsədim sevimli yazıçımı təkrar görmək, yenicə oxuyub bitirdiyim axırıncı kitabını imzalatmaq idi. Amirlə telefonda danışdığımız o gündən 2 həftəyə yaxın vaxt keçirdi. Ondan sonra aramızda heç bir əlaqə olmamışdı və mən daha bunu gözləmirdim də. Düzdür, neçə gün yaman darıxdım. Amirdən mesaj və ya telefon zəngi gözlədim. Bəzən özüm yazmaq istəsəm də bacarmadım. Amma artıq bunlar arxada qalmışdı. Belə çıxırdı ki, onunla bacısı Ayşənin böyük xeyirxahlıq göstərərək məni klinikaya aparmaları xəyalımda xoş bir xatirə kimi yaşayacaqdı. Vəssalam. Sərginin qurulduğu əraziyə daxil olan kimi Tias Pres Nəşriyyat evinin güşəsi qarşısında böyük qələbəliyi görüb birbaşa oraya yaxınlaşdıq. Adamları yarıb irəli keçəndə masa arxasında əyləşmiş sevimli yazıçımı gördüm. Oxucular növbə ilə ona yaxınlaşıb kitab imzaladır, xatirə fotosu çəkdirirdilər. Nəhayət, növbə mənə çatanda irəli yeriyib, alternativ əməliyyat kitabını qarşısına qoydum. Vətən müharibəsi iştirakçılarına həsr olmuş bu romanın təsirindən hələ uzun illər çıxa bilməyəcəkdim. Yazıcı kitabın üz qabığını açıb üzümə baxmadan, adınız deyə soruşdu. Ülkər dedim. Ya adımı xatırladı, ya da bir qədər xarakterik olan titrək səsimi. Başını qaldırıb, məni mehriban nəzərlərlə süzdü. Ülkər, necəsən? Çox sağ olun, yaxşıyam dedim. Məni tanıması bir bilsəniz qəlbimi necə qürurlandırmışdı. Oraya toplaşmış bütün oxucuların gözü məndə idi. Özümü itirdiyim üçün heç bir ehtiyac olmadan hamar saçlarımı əlimlə durmadan arxaya doğru itələyirdim. İmzalanmış kitabımı götürüb adamların arasından keçərək açılığa çıxdım. Arzu məni burada gözləyirdi. Kitabın üz qabığını qaldırıb avtoqrafa baxdım. Gözəl qızım Ülkərə. Buradakı qızım ifadəsi yazıcımın nəzərimdə daha da artıq doğmalaşdırdısa, gözəl sözü məni göylərə qaldırdı. Deməli, belə bir insan da məni gözəl hesab edir deyə düşünüb özümü lovğalanmaqdan saxlaya bilmədim. Arzu keçirdiyim bu hallara qarşı biganə idi. İşim bitdisə gedək dedi. Amma mən imza saatının axırına kimi burada dayanmaq, imkan tapsam yazıçımla söhbət etmək istəyirdim. Bir saat sonra o deyəsən yoruldu. Ayağa qalxıb masadan ayrılaraq bir qədər kənardakı iri gül kollarına tərəf getdi. Bu zaman rəsmi Instagram səhifəsində bir neçə dəfə suallarıma cavab vermiş, icablı köməkçisi də sanki Can Günəni imiş kimi onu tək buraxmadı. Onlara doğru yerisəm də 5-6 metr qalmış dayandım. Daha irəli getməyə cəsarət etmədim. Yazıcı siqaret yandırmışdı. Nəsə danışır, köməkçisi onu dinləyirdi. Bu zaman gözü mənə sataşdı. Ülkər, uzaqda niyə dayanmısan? Gəl bura. Dərhal yaxınlaşdım. Dərsləri necə gedir deyə soruşdu. Yaxşı gedir dedim. İndi neçənci kursdasan? 3-cü. Azərbaycan Dili və Ədəbiyyatı Fakültəsi. Bəli. Adətən çoxlarına sərt görünən simasında təbəssüm göründü. Azad dovşan balası necədir? Hələ meşədə qaçıb oynayır? Bəli, mən də gülümsədim. Vəhşi heyvanlara rast gəlməsə yəqin ki, həmişə elə olacaq. Ümid edək ki, rast gəlməyəcək. Bunu deyəndən sonra yenidən imza masasına doğru getdi və mən daha onunla söhbət edə bilməyəcəyimi anlayaraq Arzunun evə qayıtmaq tələbi ilə razılaşdım. Məhəllənin girişində avtobusdan düşəndə günortadan xeyli keçdiyi üçün hər ikimiz acmışdıq. Mənim təklifimlə hərəmiz özümüzə bir dönər aldıq ki, aparıb evdə yeyək. Çünki ikimizin də xörək bişirməyə həvəsimiz yox idi. Məhəlləyə yenicə ayaq basmışdıq ki, Arzu birdən dayandı. Ülkər, gəl burada yeyib evə sonra gedək. Niyə deyə təəccübləndim. Sürmə dönəri görən kimi deyəcək mənə də verin. Əslində doğru deyirdi. Sürmə əlimizdə dönəri görərsə utanıb çəkinmədən mütləq istəyəcək. Arzu verməsə də mən məcbur olub payımı onunla bölüşəcəkdim. Gülə-gülə razılaşdım. Elə orada avtobus dayanacağının yan tərəfində yeməyə başlayırdıq ki, birdən gözüm taksisizdən söykənib dayanmış Al Əhmədə sataşdı. 45-50 yaşlarında başının çox hissəsi dazlaşmış bu kişi məni həmişəki kimi şorgöz baxışlarla süzməkdə idi.
Sürdüyü taksiyə yalnız bircə dəfə oturmuş, adını da onda öyrənmişdim. Bir neçə ay bundan əvvəl səhər yuxudan gec ayılmışdım. Dərsə gecikməkdən qorxaraq, adətən həmişə maşını məhəllənin girişində saxlayıb müştəri gözləyən bu kişiyə yaxınlaşdım. Gedəcəyim yeri deyib oraya neçəyə aparacağını soruşanda, məni marketdən mal alan müştəri gözü ilə süzərək, əyləş, gözəl, nəyə imkanın çatırsa onu da verərsən dedi. Keçib arxada oturdum. Maşın yerindən tərpənən kimi məni sorğu-suala tutdu. Gözü də yol boyu güzgüdə idi. Oradan mənə baxırdı. Mədəniyyətsizlik olmasın deyə atam yaşındakı kişinin suallarını cavabsız buraxmırdım. Amma söhbətin axarı başqa macəraya düşəndə susmalı oldum. O isə elə hey danışırdı. Evli ya nişanlı olub olmadığımı soruşdu. Əks cavab alanda yaxşı eləyirsən deyərək indiki oğlanların vəfasızlığından danışdı. Evlənənlərin çoxusunun boşandığını qeyd etdi və bir ağsaqqal kimi məsləhət gördü ki, ən yaxşısı gənclik illərində özün üçün yaşayıb həyatın hər ləzzətini dadmaqdır. Sonra özü barədə söhbətə keçdi. Arvadının və uşaqlarının nankorluğundan gileyləndi və arada mənə ustalıqla çatdırdı ki, Qaraqarayev metrosu yaxınlığında boş mənzili var. Külü töküm sənin bu daz başına. Utanıb ölmür. Qızı yaşında birinə gör nə təklif edir. Yaxşı ki çatdıq və canım kişinin mərdə bulandıran şorgöz baxışlarından, eyhamlı atmacalarından qurtardı. Yerə enərkən telefon nömrəsini bildirərək, adım Aləhməddir, yaz, nömrəm səndə qalsın. İstər gecə, istər gündüz. Maşın lazım olsa zəng elə. Blokunuzun qabağına gəlim desə də əhəmiyyət verməyib uzaqlaşdım. Ondan sonra hər dəfə məhəllənin girişində rastlaşanda gözləri ilə məni yeyən Aləhmədin yaxınlığından keçməməyə çalışırdım. Bəzən məhəllədən tək çıxanda gəl hara istəyirsən aparım deyirdi və mən ya susaraq ya da başımı bulayaraq təklifini rədd edirdim. İndi də həmişəki xoşagəlməz baxışlarını mənə zillədi. Bunu görəndə Arzuya gəl biraz evə tərəf gedək dedim. Düz bizim blokun qapısına doğru uzanan dar asfalt yolla gedib dönərlərimizi rahat yemək üçün yolun sağındakı şam ağaclarının arasına girdik. Adını bilmədiyimiz qoca göyərti satan arvad həmişəki kimi yolun o biri tərəfində taxta qutunun üstündə oturmuşdu. Şaxxanım arvad da yanında idi. Göyərti satan qarının yaz, qış bilmədən həmin bu yerdə taxta qutunun üstündə oturmasını anlamaq çətin deyildi. Hər gün səhər tezdən göyərtini hardansa ucuzalı məhəllədə baha satmaqla çörək pulsunu çıxarırdı. Bəs Şaxxanım, bizim binada yaşayan, sözbaz, peşəsi onun bunun işinə burnunu soxmaq olan bu arvad, bütün günü göyərti satanın yanında dayanıb gedib gələnlərə baxmaqla nə qazanırdı görəsən? Məhəllənin girişi tərəfdən gələn iki gənc qız göyərti satanla dedikodu yoldaşının qarşısından yenicə ötmüşdü ki, Şaxxanım qısa yubqalı sarsaç qızın arxasınca baxaraq, onun ətəyindən biraz kəs, tumanın görünsün də, deyə ucadan səsləndi. Qızlar bir anlıq arxaya boylanıb yenidən yollarına davam etdilər və bu zaman göyərti satan başını mənalı tərzdə bulayıb mızıldandı. Daha qızlarda nə abır qalıb, nə həya. Arzu ilə ikimiz birdən pıqqıldadıq və tez arxamızı onlara tərəf çevirdik ki, gülməyimizi görməsinlər. Bir ay əvvəl dizləri sökük cins şalvarda işdən gələn Zərrin bu cütlük barədə dediklərini xatırlamışdıq. Şaxxanım qızın şalvarına o sökükdən birini də ortaya qoydur deyə irad bildirəndə, göyərti satan qarı eynən indicə eşitdiyimiz sözləri deyibmiş. Daha qızlarda nə abır qalıb, nə həya. Dönərləri yeyib, bitirən kimi evə tələsdik. Zərrin mətbəxdə qabqacaq yuyurdu. Sürmə isə boşqaba doğradığı kalbasanı yenicə içəri ötürməyə başlamışdı. Bizi görəndə bir qarşısındakı kalbasalara, bir bizə baxıb, açsınız deyə soruşdu. Yox, yolda dönər alıb yedik dedim. Qızın o saat ağzı sulandı. Oy, mən də dönər istədim. Arzuya gizlincə göz vuraraq paltarımı dəyişmək üçün yataq otağına keçdim. Amma soyunmağa imkan tapmamış telefonuma atsız nömrədən zəng gəldi. Tərəddüdlə açdım. Alo, Ülkərcim, salam. Məlahətli qadın səsi tanış gəlsə də tanımadım. Salam. Ayşəndir, necəsən, hardasan? Sevinmədim desəm yalan olar. Həm sevindim, həm də həyəcanlandım.
Ayşən xanım, çox sağ olun. Yaxşıyam. Siz necəsiniz? Mən də şükür yaxşıyam dedi və bayaq verdiyi ikinci sualı təkrarladı. Hardasan? Evdəyəm. Çox gözəl. Amillə buradan keçirdik. Dedim bir sənə baş çəkim görüm necəsən. Gözümlə görməsəm yaxşı olmağına inanmaram. Qaqaşım da sağ olsun, qəlbimi qırmadı. Heyrətimi gizlədə bilmədim. Nə danışırsınız? Siz indi haradasınız ki? O gün klinikadan qaydanda səni maşından düşürdüyümüz yerdəyik. Uzaqdan binanızı görürəm. Müsaitdirsən blokun və mənzilin nömrəsini deyə gələk. Hə, hazırlıqsız yaxalanan adamlar kimi özümü necə itirmişdimsə nə deyəcəyimi bilmirdim. Qeyri-ixtiyari cavab verdim. 1-ci blok, 6-cı mərtəbə, mənzil 17. Aha, 15 dəqiqəyə oradayıq. Heç məndən cavab da gözləmədən telefonu qapadı. Yerimdə donub qalmışdım. Həmin yerdən bizim evə 1 dəqiqəlik yol idi. Əgər Ayşən 15 dəqiqəyə gələcəklərini deyirdisə, yəqin nəsə almaq üçün yaxındakı supermarketə girəcəkdilər. Axı onlar bura niyə gəlirdilər? Doğrudan mı Ayşə məni öz gözləri ilə görüb müalicədən sonra yaxşılaşdığıma əmin olmaq istəyirdi? Bu biraz qeyri-etik deyildimi? Yəni biz həkim müayinəsindən keçib vitamin aldığı adama bunu xatırlatmaq etdiyin yaxşılığı başına qalxmaq kimi çıxmırdımı? Əslində elə çıxırdı, amma Ayşə ilə qardaşı o cür insanlara bənzəmirdilər axı. Bəs əgər halımın necəliyi söhbəti onların məni görməsi üçün bir bəhanə idisə, ola bilərdi. Amma onlar məni niyə görmək istəsinlər ki? Əslində məsələnin yenə yerdə olduğunu duysam da, bunu özümə etiraf etməkdən qaçırdım. Çünki kiminləsə tezliklə ailə qurmaq fikrim yox idi. Həm də belə tanımadan, sevmədən, sadəcə kimlərinsə müştəri düşməyi ilə ailə qurmağı heç qəbul etməzdim. Hələ orasını demirəm ki, sənandan sonra bütün oğlanlara qarşı içimdə bir inamsızlıq yaranmışdı. Birdən ayıldım ki, dəqiqələr gedir və mən isə yataq otağında dayanıb durmuşam. İldırım sürəti ilə mətbəxə şığıdım. Qızlar, mənim qonaqlarım gəlir, 5-6 dəqiqəyə burada olacaqlar. Ay qız, biraz yavaş, elə bildim zəlzələdir. Zərrin səsini qaldırdı. Kimdir qonaqların? O gün məni klinikaya aparan qızla qardaşı. Hə? Onlar bura niyə gəlirlər ki? Hardan bilim? Qız indi zəng etdi ki, evinizin yanındayıq. Hə? Sürmənin gözləri bərəldi. İndi sanki doğrudan da zəlzələ qabağı həyəcan siqnalı verilmişdi. Dördümüz də əl-ayağa düşüb ora-bura qaçışmağa başladıq. Zərrin əlindəki qabları tələsik yuyub yerinə qoyaraq, əynindəki cırıq idman şalvarını dəyişmək üçün salona yüyürdü. Arzu mətbəxdə səpələnmiş kitab dəftərlərini qoltuğuna yığıb yataq otağımıza apardı. Sürmə daha bir kalbasa dilimi ağzına basıb digərlərini soyuducuya qoyaraq süfrəni silməyə başladı. Mən sərgidən gəldiyim geyimdə idim. Onu dəyişməyə ehtiyac yox idi. Amma birdən yadıma düşdü ki, yuyub qurması üçün balkondan asdığım paltarların arasında bikinilərim də var. Gedib onları götürərək yataq otağındakı dolabıma bastım. Düşündüm ki, yataq otağına girməzlər, amma hər ehtimala qarşı yatağımı hamarladım. Yataq örtüyüm isə onsuz da yox idi. Yenidən mətbəxə qayıtdım və bu zaman küncdəki zibil qutusunun yanına qoyulmuş plastik torba diqqətimi cəlb etdi. Götürüb açanda burnuma üfunət qoxusu gəldi. Aman tanrım, başı batmış sürmə qanlı bezlərini torbaya yığaraq mətbəxə qoymuşdu. Bəli, bu iyrənc hərəkət yalnız ondan çıxa bilərdi. Mən şəxsən aybaşı dövründə yığılan bezləri tualetdəki 10 litrlik plastik su qabının arxasında gizlədir, müddət tamam olanda özüm gizlincə aparıb həyətdəki zibil qutusuna tullayırdım. Zərrinlə Arzu bezlərini ya tualetdəki, ya da vanna otağındakı zibil qutusuna atırdılar. Düzdür, bir dəfə Arzunun öz bezini mətbəxin zibil qutusuna atdığını görmüşdüm. Amma mənim iradımdan sonra daha elə qələt eləmədi. Amma sürmə, bu qıza nə sözün, nə danlağın təsiri yox idi. Öz zirzibilini hara gəldi tullayırdı. Sanki burada qulluqçusu vardı. Tökdüklərini yığacaqdı. Birdən bu torba gözümə sataşmasaydı və Amirlə Ayşən onu görüb içindəkilərin nə olduğunu anlasaydılar. Bunu düşünəndə başım necə xarab oldusa bütün gücümlə bağırdım. Sürmə!
Qız salondan yürüyüb gəldi. Nədir ay qız, ilan vurdu səni? Kaş ilan səni vursun, canımız səndən bir dəfəlik qurtulsun dedim və torbanı göstərdim. Bu nədir? Neçə dəfə sənə demişik ki, mətbəxə belə şey gətirmək olmaz. Nə olub əyilib torbanı götürərək mızıldandı. Zibil qutusunu boşaldıb atmağa aparanda bunu da aparacaqdım da. Sonra torbanı özü ilə salona apardı. Kim bilir, ya döşəyin altında gizlətdi, ya da çarpayısının altındakı bel çantasında. Çaydanı su ilə doldurub qazın üstünə qoyanda çayla içməyə heç nəyin olmadığını xatırlayıb yamanca dilxor oldum. Zərrindən xahiş etdim ki, əgər konfeti qalıbsa mənə biraz borc versin. Sağ olsun, öz dolabından bir qoşa ovuc konfet götürüb qəndqabıya tökdü və bununla kifayətlənməyib qonaqlarımın qarşısına qoymaq üçün mənə 2 təmiz fincan da verdi. Mənzilin zəngi çalınanda qapını açmağa özüm getdim. Ürəyim sürətlə döyünür, qəribə, müəmmalı hisslər keçirirdim. Özümü aldatmağa çalışırdım ki, 2 tanışım xəstəliyimə görə mənə baş çəkməyə gəlib və burada qeyri-adi heç nə yoxdur. Bu düşüncə ilə qapını açıb, bacardığım qədər yüksək iltifatla xoş gəlmişsiniz dedim. Amirin əynində tünd-göy kostyum vardı. Beyaz rəngli köynək giyinmiş, qırmızı qalstuk taxmışdı. Bacısı isə üzərində tünd mixəyi gülləri olan qəhvəyi rəngli donda idi. Amirin əlindəki gül buketi ilə Ayşənin qoltuğundakı konfet qutusunu görəndə lap çaşbaş qaldım. Oğlan çaşqınlığıma məhəl qoymadan mənə gülər üzlə əl uzatdı. Bacısı isə çoxdan görmədiyi doğma adamı kimi qucaqlayıb öpdü. Mənim dəvətimlə mətbəxə keçdik. Onları salona da apara bilərdim. Amma qorxurdum ki, sürmənin yatağından gələn pis qoxunu duya bilərlər. Mənzil yoldaşlarımın üçü də mətbəxdə idi. Gələnlərə xüsusi maraqla baxırdılar. Ağ zanbaqlardan ibarət buketi Amirdən alıb, təşəkkür edərək alçaq mətbəx dolablarından birinin üstünə qoydum. Konfet qutusunu isə artıq Ayşən özü süfrəyə qoymuşdu və indi mətbəxin hər künc bucağına diqqətlə göz gəzdirməkdə idi. Qonaqlarımla mən masanın arxasında oturduq. Yoldaşlarım isə pəncərənin qarşısında ayaq üstə qaldılar. İndi özünü necə hiss edirsən Ülkər? Söhbəti Amir başladı. Çox sağ olun, yaxşıyam dedim. Vitamin qəbulunun bitməsinə 2 gün qalıb. Hə? Bəli, amma indidən özümü normal hiss edirəm. Daha da yaxşı olacaqsan. Bu zaman Ayşəm boğazını arıdaraq dilləndi. Sənə görə yaman narahat idim ay Ülkər. Allah qorusun, baş dönməsi bəzən pis xəstəliklərin əlaməti ola bilir. Şükür ki, səndə sadəcə vitamin çatışmazlığı imiş. Bir rəfiqəmin toyuna gedirdik, evdən tez çıxmışdıq. Amirə dedim, məni apar Ülkəri görüm. Bir anlıq fasilə verib üzünü yoldaşlarıma çevirdi. Qızlar, Ülkərin başına o iş gəldiyi gün cəmi bir neçə saat ünsiyyətdə oldum. Amma inanın, elə bilirəm doğma bacımdır. Hələ indiyə kimi belə istiqanlı, qanacaqlı qız görməmişəm. Hə, Ülüş həqiqətən candır, Zərrin cavab verdi. Biz də onun xəttini çox istəyirik. Belə qızlar indi çox azdır. Əlindəki qara və yufqa ilə mavi köynək Ayşənin diqqətini cəlb etdi. Deyəsən, harasa gedəcəkdin, mane olduq. Yox dedim, imza saatından yenicə gəlmişəm. Kimin imza saatında olduğumu biləndə qızın üzü güldü. Aha, nə yaxşı, xəbərim olmayıb, yoxsa mən də gedərdim. Bütün kitablarını oxumuşam. Ən çox sevdiyim yazıçıdır. Buna çox sevindim dedim. Amir nədənsə birdən-birə qaşqabağını sallamışdı və bunun səbəbi Ayşənin danışığından məlum oldu. Evdə həmişə ondan, əsərlərindən danışıram deyə Amir əsəbləşir. Deyir, nə tapmısan o romanlarda? Hörmət bəslədiyim adamın ən sevimli yazıçıma mənfi münasibəti məni məyus etdi. Niyə elə deyirsiniz ki, deyə üzümü ona tutdum. Sevmirəm onu. Amir ciddiyyətlə başını yellədi. Açıq-saçıq yazır. Heç sənə də məsləhət görmürəm onu oxumağı. Sizinlə razı deyiləm, incik səslə dilləndim. Şəxsən mən özümdəki bir çox müsbət keyfiyyətlərə görə onun romanlarına borcluyam. Ayşən söhbətimizə gülə-gülə müdaxilə etməli oldu. Ülkər, sən Amirə fikir vermə, qısqanclığından belə danışır. Ən yaxşısı gəlin bu ədəbiyyat söhbətini bitirək. Bizə öz əlinlə bir stəkan çay ver, sağaldığına əmin olum. Toya gecikməmək üçün tez qalxaq. Hə, Amir bacısının axırıncı fikrinə şərikliyini bildirdi. Ülkəri görmək istəyirdin, gördün. Bir stəkan çay içib duraq. Qızların da yəqin işi gücü var, mane olmayaq. Zərrin qonaqlarıma qulluq etmək üçün yerindən tərpənsə də onu qabaqladım. Qalxıb çayı özüm süzdüm.
Gətirdikləri Polşa konfeti qutusunun qapağını açaraq yerimdə əyləşdim. Amir təşəkkür edib çaydan bir qurtum alaraq söhbəti mənə müraciətlə davam etdirdi. Bir qız uşağı üçün atadan, anadan, qardaşdan uzaq belə tələbə həyatı yaşamaq çətindir, hə? Çiynimi çəkib gülümsədim. Çətindir, amma insan zamanla hər şeyə alışır. Orası elədir, amma yenə də gənc və gözəl qız üçün Bakıda baş saxlamaq çətindir. Xüsusilə də arxası dayağı olmayanda. Bəli. Xalan oğlanları gəlib sənə baş çəkirlər. Bəli, hərdən gəlirlər. Atam məni onlara tapşırıb. Hə, səndən böyükdülər. Bəli, ikisi də böyükdür məndən. Evlidirlər. Yox, subaydırlar. Burada Ayşən yerində qurcuxaraq xüsusi maraq kəsb edən hiyləgər təbəssümlə söhbətə qoşuldu. Xalan nəcəb səni onlardan biri üçün qamarlamayıb? Utandığımdan pörtüb nə deyəcəyimi bilmədim. Xalamın məni Ramilə almaq istədiyini burada deməyin mənası yox idi. Çünki onsuz da onunla evlənməyəcəkdim. Pəncərə tərəfdən birbaşa üzümə zillənən 3 cüt maraqlı göz keçirdiyim həyəcanı biraz da artırdı. Hələ Zərrinin bayaqdan bic-bic gülməsi, kim bilir nə düşünürdü. Bilirsən, niyə soruşdum? Ayşən davam etdi. Nəsildə bir gözəl qız olanda hamısı onu qamarlamağa çalışır axı. İstəmirlər kənara qismət olsun. Mən xalamın oğlanlarına qardaşım kimi baxıram dedim. Yaxşı eləyirsən, qohumla evlənmək yaxşı iş deyil. Bunu həkimlər də deyirlər. Bəs heç kəndinizdə səni istəyən olmayıb? Bu qıza niyə hesabət verdiyimi özüm də anlamadım. Olub. Kim? Gəlinimizin qardaşı istəyirdi, mən rədd elədim. Niyə? Ayşən gözlərini mənalı tərzdə qıydı. Birincisi, mən ailə qurmaq barədə düşünmürdüm. Oxumaq istəyirdim. İkincisi də oğlan xoşuma gəlmirdi. Qatı xurafatçı idi. Oxumağımın əleyhinə çıxırdı. Qapanmağımı, çarşaba bürənməyimi istəyirdi. Vay vay, Ayşən başını yellədi. Allah eləsindən qorusun bizi. Yaxşı eləmisən. Sənin kimi gözəl, ağıllı, təhsilli qız özü kimi mədəni, müasir dünya görünüşlü oğlana layiqdir. Onun eyhamını anladığım üçün utanıb başımı aşağı dikdim. Arxalarını pəncərənin məhəccərinə söykəmiş qızlar nəfəslərini içlərinə çəkərək bizi diqqətlə dinləyirdilər. Bu zaman Amir bacısına, yaxşı qızı utandırma dedi və üzünü mənə tutdu. Bayaq xalan oğlanlarının evli olub olmadıqlarını o mənada soruşdum ki, yəni evli olsalar, problemlərinlə maraqlanmağa vaxt tapmazlar. Problemim olmur dedim. Olanda da özüm həll edirəm. 2 ildən artıqdır Bakıdayam. Hər şeyə alışmışam. Elə demə, şəhərin qaranlıq üzü çoxdur. Bəzilərinə alışmaq əvəzinə uzaq durmaq lazım gəlir. Məsələn, sosial şəbəkələr. Oradakı təsadüfi tanışlıqlardan nə qədər uzaq olsan, başın bir o qədər salamat qalar. Bəli, mən də elə düşünürəm. Çox gözəl deyə oğlan məmnunluqla gülümsədi. Ülker, universiteti bitirəndən sonraki planın nədir? Müəllim işləmək üçün rayonunuza gedəcəksən? Yoxsa Bakıda qalmaq istəyirsən? Bizim ixtisaslı işə qəbul imtahanlarını verib Bakı məktəblərinə düşmək çox çətindir, amma çalışacağam burada qalım. İnşallah düşərsən deyə çaydan içməyə başladı. Onu bilmək olmaz. Ayşən gülərək söhbətimizə qoşuldu. Bəlkə bəxtinə elə bir oğlan çıxacaq ki, heç işləməyə ehtiyac olmayacaq. Özü səni əsl xanım kimi saxlayacaq. Bəli də, elə bir bu əski idi. Saxlayacaq. Meşənin azad dovşan balası ev dovşanı olub qəfəsdə saxlamaq istəyərdimi? Dərhal etiraz etdim. Yox, mən müəllim işləyəcəm. İstəyirəm Bakıda tanınmış müəllimələrdən olum. Tələbəliyin əziyyətlərinə qatlaşıb 4 il ona görə oxumuram ki, axırda evdə oturum. Doğru deyirsən. Amir məni müdafiə etdi. Sən ağıllı qızsan, işlədiyin yerdə hörmət qazana biləcəksən. Ayşə neysə fikir vermə, o özü elə bir oğlan axtarır. Ucadan qəhqəhə çəkən Ayşə nəsə deyəcəkdi ki, qardaşı ayağa qalxaraq ona mane oldu. Çayımızı içdi, indi isə gedək. Yaxşı, gedək deyirsən, gedək. Qız bunu deyib çaya görə təşəkkür edərək yerindən durdu. Birlikdə geniş dəhlizə çıxanda yoldaşlarım da arxamızca gəldilər. Ayşən burada o biri otaqlara tərəf boylanaraq, heç bu proyektdə mənzil görməmişdim, baxmaq olar deyə soruşdu. Hə, əlbəttə, yataq otağımı və salonu ona göstərdim. Arzu ilə mən burada yatırıq, Zərrinlə sürmə salonda.
Otaqlarda hər tərəfi diqqətlə nəzər salan Ayşən nəhayət qardaşının təkidi ilə mənzilin qapısına doğru yeridi. Ülkər, səni yaxşı görməyimə çox sevindim. Xahiş edirəm, bizimlə əlaqəni kəsmə. Tez-tez yaz, zəng elə. Bir problemin olsa mən də Amir də qulluğunda hazırıq. Ayşən doğru deyir. Amir də bacısının fikrini təsdiqlədi. Nə çətinliyin olsa, çəkinmədən deyə bilərsən. Elə düşün ki, xalangildən başqa Bakıda da daha bir qohum ailən də var. Qapıdan çıxarkən yenə əlimi sıxdı. Bacısı yenə qucaqlayıb üzümdən öpdü. Qonaqlarımı yola salıb mətbəxə qaydanda qızların üçü də arxamca yüyürdü. Birinci Zərrin dilləndi, özü də qəhqəhəli bir gülüşlə. Pah, güya toya gedərkən buraya yolüstü baş çəkiblərmiş. Atamın canı üçün yalandır. Gələcək baldızın qaldığın yerə baxmağa, səliqə səhmanını, evdarlıq məharətini öyrənməyə gəlmişdi. Hələ oğlanın uzun-uzadı sorğu-sualı, imtahandan yaxşı çıxdına, narahat olma. Yaxşı görək ay qız deyə ona acıqlandım. Baldız nədir? Bu hardan çıxdı? Sən bizi özün kimi avam hesab edirsən, deyə qız yenə güldü. Amir səninlə evlənmək istəyir. Bacısı da ailənin nümayəndəsi kimi sənin yaşadığın yerə baxmağa gəlmişdi. Yox Zərrin, Sürmə ona etiraz etdi. Baxmaq nədir? Onlar birbaşa elçiyə gəlmişdilər. Gətirdikləri gül piketini, konfeti görmürsən? Hələ oğlanın geyimi, əsl elçilik idi bu. Hə, qaraqabaq Arzu da gülərək söhbətə qarışdı. Elçi gəlmişdilər. Zərrin də qızımızı tərifləyə verdi. Zərrin gülməkdən uğundu. Hə, vallah, gördünüz də necə təriflədim. Əsl qız anası kimi. Bəsdir, susun deyə yaraciddi bir ahənglə səsimi qaldırdım. Onlar mənə baş çəkib halımı soruşmağa gəlmişdilər. Oğlan bəlkə evlidir, ya nişanlıdır. Siz isə ağzınıza gələni danışırsınız. Bir də ki, mənim ərə getmək fikrim yoxdur. Xeyr, nə evlidir, nə də nişanlı. Zərrin inamla hökm verdi. Biz uşaq deyilik ki, elə şeyləri anlayırıq. Oğlan səninlə evlənmək istəyir. Özü də fikri çox ciddidir. Özünü niyə naza qoyursan? Lap yaxşı oğlandır. İstər üz yaraşığı, istər boy buxunu, istərsə də xasiyyəti. Onun sözünü kəsməli oldum. Yaraşığını, boy buxununu anladıq. Bəs 15 dəqiqə xasiyyətini necə öyrəndin, ay Zərrin? Adamın üzündən çox şey anlamaq olar. Amirdə əsl kişi tipi var. Mən rast gələnlər kimi arvad sifət deyil. İstər-istəməz gülümsədim. 26 yaşlı bu qız nəyin bahasına olursa olsun tezliklə ailə qurmaq istəyirdi. İstəyirdi ki, əri onu tez-tez gəzməyə aparsın, ürəyi istədiyi şeyləri alsın. Ona görə də yaxşı bir oğlan tapıb ərə getmək üçün dərdən qabıqdan çıxır. Bu məqsədlə bəzən eyni zamanda bir neçə oğlanla yazışırdı. Gülümsəməyimin isə mayda başına gəlmiş əhvalatla bağlı idi. Zərrin həmin vaxt Rafət və Şahlar adlı 2 oğlanla görüşürdü. Deyirdi ki, hansı yaxşı olsa onunla nişanlanacam. Bir gün Rafət bunu görüşə çağırdı. O isə sevincək halda bəzənib düzənib getdi. Deməli, bunlar parkda Rafətlə görüşürlər. Bu zaman Şahlar Zərrinə mesaj yazıb təkidlə görüşməyə dəvət edir. Qız müxtəlif bəhanələr gətirsə də əl çəkmir. Bunlar Rafətlə kafedə oturanda da mesaj yazır. Zərrin ona gizlincə cavab yazıb bildirir ki, evdən çıxa bilməz. Birazdan atası rayondan gəlməlidir və beləliklə oğlanı birtəhər inandıra bilir. Və bu fərasətini dərhal mənimlə paylaşmaq üçün elə kafedəcə güya mənə mesaj yazır. Rafətlə parkın yanındakı İstanbul kafesində oturmuşuq. Şahlar da durmadan mesaj yazır, görüşə çağırır. Gicdiyə vallah, deyirəm evdən çıxa bilmirəm, yenə əl çəkmir. Axırda atamın gələcəyini deyib birtəhər inandırdım. Sonra bir neçə qəhqəhə simaliki də qoyur və mesajı göndərir. Əslində bu zalımın qızı tələsiklikdən bunları mənə yox, səhvən Şahlara yazıbmış. Şahlar mesajı oxuyub dəli olur. Eləmir tənbəlliyi, durub birbaş gedir həmin kafeyə. Orada bir davadalaş, bir abırçılıq və Zərrin eyni vaxtda onların ikisini də itirir. Nəhayət yayda başqa birinin bəyənib nikahlanıbmış. Oğlan ucuzbəsər bir nişan üzüyü alaraq barmağına taxıb. Qiymətini isə qıza yalandan 3-4 qat baha deyib. Ertəsi gün Zərrin barmağındakı üzüyü iş yoldaşlarına göstərib,
Lovğalanarkən kimsə onun əsl qiymətini ağzından qaçırıb. Qız elə həmin günün axşamı nişanı qaytarıb. Deyib ki, mənni ilk gündən aldadan biri ilə ailə qura bilmərəm. Valla super oğlandır. Zərrinin səsi məni fikirdən ayırdı. Elə bacısı da yaxşı qızdır. Mədəni ailəyə bənzəyirlər. Üstəlik geyim keçimlərindən belə anladım ki, acından ölən də deyirlər. Əslində onun sözləri canıma yağ kimi yayılırdı. Amma ya deməyə söz tapmırdım, ya da özümü naza qoymuşdum deyə susurdum. Bu zaman Ayşənin gətirdiyi konfetləri bir-bir qarnına ötürən sürmə dilə gəldi. Məncə ağlın varsa bu oğlanı əldən buraxma. Beləsini gündüz çıraqla da axtarsan tapa bilməzsən. Amma sənin bəxtinə bax ki, belə bir oğlan özü durub ayağına gəlib. Şəxsən məni istəsəydi, ilkinin dalına bir təpik vurub qaça-qaça gedərdim. Gülüşdük. Gülməyin, belə deməsinə baxmayaraq özü də güldü. Vallahi doğru deyirəm. İlkin danışanda olmayan ətim də tökülür. Özündən müştəbəh, lovğa, Amirin necə təmkinli danışına fikir verdinizmi? Uzaqbaşı 27-28 yaşı olar. Amma özünü yetkin adamlar kimi aparır. Qızlarla razıyam. Bayaqdan susub duran Arzu da söhbətə qarışdı. Amirdə əsl kişi siması var. Hiss olunur ki, tanıdığı bəziləri kimi gündə birinə təmas salan süləklərdən deyil. Sən ana işarə etdiyini anlasam da üstünü vurmadım. Hər üç yoldaşıma məsləhətiniz üçün çox sağ olun. Amma dəfələrlə dediyim kimi 25 yaşımdan tez ailə qurmaq fikrində deyiləm. Cavabını verib söhbəti qapatmaq istədim. Amma bu sözləri deməyə nədənsə dilim gəlmədi. Sürmə hələ də Ayşənin gətirdiyi konfetləri yeməkdə idi. Belə geçsəydi qutunu boşaldacaqdı. Masaya yaxınlaşdım. Konfetləri götürüb qızların arasına da böldüm. Özümə də bəzi bir-iki şey düşdü. O zaman gözüm qutunun qapağı arxasında gizlənmiş iponiya sataşdı. Onu əlimə götürüb, bu kimin telefonudur deyə soruşdum. Qızlar dərhal başıma yığışdılar. Kimin olacaq? Sənin huşsuz baldızının, Zərrin dedi. Yadından çıxıb qalıb. Hə, onundur, Arzu təsdiq etdi. Amir telefonunu burada heç çıxartmamışdı. Sürmə güldü. Məncə qız telefonu bilərəkdən qoyub gedib. Ülkənin düzlüyünün, gözü toxluğunu sınamaq üçün. Bugün sınaq günü idi axı. Yox, Zərrin onunla razılaşmadı. Məncə qoyub gedib ki, Ülkə çarəsiz qalıb Amirə zəng etsin. Məncə yaxşı hiylədir, elə deyilmi? Zərrinin dediyi daha ağlabatan idi, amma kim bilir, bəlkə yazıq Ayşən telefonu götürməyi həqiqətən unutmuşdu. Tez Amirə zəng elə, Arzu məsləhət verdi. Bəlkə də çox uzaqda deyirlər, gəlib aparsınlar. Yox, onlar toya gedirdilər. Amir özü zəng etməsə, axşam yazıb telefonun burada olduğunu bildirərəm. Bunu deyib qutuda qalmış konfetləri dördümüzün arasına bərabər böldüm. Arzu öz payına gözücü baxaraq laqeyd halda təşəkkür etdi. Zərrin özünkiləri götürüb dolabına qoydu. Sürmə isə qamarlayıb qarşısına çəkərək, bəh-bəh, ağzımız dada gəldi, dedi. Öz payımı, Amirin gətirdiyi gül buketini bir də Ayşənin telefonunu götürüb yataq otağına getdim və əlimdəkiləri tumbanın üstünə qoyaraq üzü üstə çarpayıya uzandım. Qızların Amir barədə ağız dolusu dedikləri təriflər təsirsiz ötüşməmişdi. Həm də yalan demirdilər axı. Amir həqiqətən yaraşıqlı idi. Özünü indiki oğlanların çoxu kimi müqayisədə ciddi, ağayana eyni zamanda mədən aparırdı. Mən tez-tez təəssüflə deyirdim axı. Qızlarımız oxumaq, işləyib öz ayaqları üstə durmaq, bir insan kimi azadlıqlarını qorumaq əvəzinə ərə getmək barədə düşünürlər. İstəyirlər ki, ərləri onları maddi baxımdan dolandırsın, qorusun və bunlarla bərabər istədiyi qadağaları qoysun. İndi isə həmin fikirlərim özümə də bir qədər yanlış görünməyə başlamışdı. Doğrudan da səni sevən və sənin bəyəndiyin, qəbul etdiyin bir oğlanla ailə qurmağı nəyi pis idi axı? Bir qadın kimi sənin də evin, ailən olacaq. Uşaqlarını sevə-sevə, onların hər hərəkətindən zövq ala-ala böyüdəcəksən. Ən əsası biləcəksən ki, bu zalım dünyada tək deyilsən. Qocalıb həyatdan köçənə kimi sənə həm arxadayaq, həm sirdaş, həm dost, həm yoldaş olacaq ərim var. Bir sözlə, deyəsən mən də ərə getmək istəyirdim.
Gecə saat 11-də yanımda uzanmış Arzu yuxuya getdi və mən barmaqlarımı titrəyə-titrəyə Amirə mesaj yazdım. Salam Amir bəy. Ayşən xanım telefonunu bizdə unudub. Bu vaxt yazdığım üçün üzr istəyirəm. Toyda olarsınız deyə dərhal yazıb narahat etmək istəmədim. Telefonu Ayşən xanıma necə çatdıra bilərəm? 1-2 dəqiqədən sonra cavab gəldi. Salam Ülkər, xahiş edirəm. Mənə adımla müraciət edəsən. İşdə də məndən yaşca kiçiklər Amir müəllim ya Amir bəy deyəndə özümü yaxşı hiss etmirəm. Hər kəsə deyirəm ki, mənə sadəcə adımla çağırın. Sən də belə etsən sevinərəm. Olar? Bunu necə edəcəyimi bilməsəm də olar yazdım. Çox sağ ol. Qaldı telefona narahat olma. Ayşənin 2 telefonu var. Hələlik o biri ilə idarə edər. Gəl belə edək. Sabah görüşməyimiz alınmaz. Çünki işdən gec çıxacağam. Birisi gün işdən sonra evinizin yaxınlığındakı həmin yerə gələrəm. Gətirib telefonu verərsən. Mümkündür? Əlbəttə mümkündür. Onda hələlik. Hələlik. Gecən xeyrə qalsın. Sənin də. Həyatımda ilk dəfə Sənana qarşı sevgi duymuşdum. Bu bir qızın bir oğlana bəslədiyi və hamının anladığı sevgi duyğusu idi. Nəticənin nə olacağı barədə düşünməmişdim. Bilirdim ki, onu sevirəm. Vəssalam. Amirə qarşı isə tamam başqa hisslər yaşayırdım. Onu Sənandan çoxmu sevirdim? Ya da ümumiyyətlə sevirdimmi? Deyə bilməzdim. Yalnız mənə elə gəlirdi ki, hansısa gözə görünməz qüvvə bizi artıq bir-birimizə bağlayıb və bu bağlılıq ömürlük olacaq. Bilmirəm. Keçirdiyim hissi anlada bildim, yoxsa yox. 11-ci hissə. O gecə gec yuxuya getdiyim üçün səhər yataqdan güclə qalxdım. Arzu səhər yeməyini yemişdi. Mənzildən çıxmağa hazırlaşırdı. İlk işim Amirin gətirdiyi gülləri suya qoymaq oldu. Sonra tələm-tələsik yuyundum və mavi cins şalvarla koftamı əynimə keçirərək yemək yemədən mənzili tərk etdim. Universitetin dəhlizində Məhiyyətdin müəllimlə qarşılaşanda qanım qaraldı. 1-ci kursda bizə müasir Azərbaycan dili fənnindən dərs demişdi və 50 yaşlı bu yekəpər kişinin gözü o vaxtdan məndə idi. Gözlə nə göz. Qarşılaşanda ya sinəmə zillənib qalırdı, ya da aşağılarıma. Nə vaxt harda görsə, yaxınlaşıb az qala zorla söhbətə tutur, gözəlliyimə intim xarakterli təriflər yağdıraraq ürəyimi bulandırırdı. Nə edə bilərdim? Müəllimim olmuş, atam yaşında evli kişiyə içimdən gələn ağır sözlər deyib bir dəfəlik başımdan rədd edə bilmirdim. Yanından soğuşu keçmək istəsəm də alınmadı. Önümü kəsib alıcı nəzərlərini dodaqlarımda, sinəmdə, daha sonra dar cins şalvarımın zəncirbənd yerində gəzdirərək "Ah, universitetimizin gül qönçəsi, bugün nə yaman gözəl görünür" dedi və iri, kobud əlini çiynimə qoyaraq oradan dirsəyimə qədər sürüşdürdü. Sizcə bu gicbəsərə nə deməli idim? Şit, bayağı tərifinə görə təşəkkür etməli idim. Narahat halda ətrafa boylanaraq sustum. Narahatlığıma əsasım vardı. Qrup qızlarımız hələ 1-ci kursdan bu şorgəz kişinin mənə sulandığını anlamışdılar. Hətta Nəzrin adlı qız bir dəfə digər qızların yanında "Məhşin Ülkərə yaman gözü düşüb, Allah axırını xeyir eləsin" deyə mənə söz atmışdı. Dəriyə isə təklikdə demişdi ki, bu kişidən ehtiyatlı olun. Eşitdiyinə görə indiyə kimi bir neçə qızın bakirəliyini pozubmuş. "Dərsləri necə gedir Ülkər?" Mənim sustuğumu görüb yenə özü dilləndi. "Sağ olun, yaxşıdır" dedim. Əlini yenidən qoluma toxundurduğu üçün bir addım kənara çəkilməli oldum. "Bax Ülkər", təpkimə əhəmiyyət vermədən sözünə davam etdi. "Unutma ki, səni çox istəyirəm. Bir problemin olsa dərhal yanıma gəl. Heç çəkinib eləmə. Yaxşı?" "Yaxşı" deyib dərhal ondan uzaqlaşdım. Dərslərdə müəllimi dinləyə bilmirdim. Fikrim Amirlə sabah baş tutacaq görüşdə qalmışdı. Mən bu işə sadəcə bacısının telefonunu Amirə çatdırmaq kimi deyil, onunla ikilikdə olacaq ilk görüşümüz kimi baxır və bunu düşünüb həyəcanlanırdım. Bir də narahatlığım ondan idi ki, bu görüşə nə geyinəcəyimi bilmirdim. Nə tam ürəyimə yatan geyimim var idi, nə də belə bir geyim almaq üçün pulum. Dərsdən evə qayıdıb özümə xörək bişirəndə də, nahardan sonra yataq otağına keçib çarpayıma uzananda da yalnız bu barədə düşündüm. Qızların hansındansa borc istəməyi isə heç ağlımdan da keçirmirdim. Bəzən borc verməyi bacarsam da, borc istəməyi mənlik deyildi. Bunu qüruruma sığışdıra bilməzdim. Bir gün əvvəl kitab sərgisinə gedərkən geyindiyim gödəkçəni də Zərrin zorla vermişdi.
özüm istəməmişdim. Geyim məsələsində sanki istəyimdən xəbərdar olan Tanrı özü mənə kömək etdi. Günortadan bir neçə saat keçmişdi. Qızlarla mətbəxdə söhbət edirdik. Mənzilin zəngi çalındı və qapını açmağa gedən Zərrin geriyə Kənanla qayıtdı. Stuldan qalxıb bərk-bərk qardaşıma sarıldım. Məlum oldu ki, rayondan həm mənə baş çəkməyə, həm də anamın mənim üçün qoyduğu ərzaqla xörəkləri verməyə gəlib. Atamın onunla 300 manat xərclik göndərdiyini biləndə gəlişi mənim üçün 2 qat bayram oldu. Qızlar Kənana görək yaman əl-ayağa düşmüşdülər. Əsas da Zərrinlə sürmə. Zərrin dərhal çay qoyub qanqabını konfetlə doldurdu. Sürmə salona qaçıb paltarını dəyişərək gəldi. Mənim qardaşım həqiqətən canlara dəyən oğlan idi. Həm yaraşıqlı, həm də mərd, kişi xasiyyətli. Müharibədə aldığı yaraları tam sağalmışdı. Gümrah görünürdü. Anamın göndərdiyi ərzaqların bəzilərini soyuducuya qoymaqla, bəzilərini balkona aparmaqla yerbəyer etdim. Kənan 2 saata yaxın mətbəxdə oturub qızlarla söhbət etdi. Sonra dedi ki, getməlidir. Gecəni Məlahət xalagildə qalıb səhər tezdən rayona yola düşəcək. Qızlarla sağollaşdı. Aylarkən bir gözü elə Zərrinlə sürmədə idi. Onlar isə utanmasaydılar, qardaşıma sarılardılar. Kənanı yola salmaq üçün mən də onunla həyətə indim. Burada sanki kimsə eşidə bilərmiş deyə səsini qısaraq mənalı bir təbəssümlə Zərrin yaman qəşəng qızdır ha, dedi. Güldüm. Xoşuna gəldi? Hə. Zərrinin yaxşı xasiyyətləri olsa da indiyə kimi neçə oğlan dəyişirmiş, birini qardaşıma əsla yaraşdıra bilməzdim. Həm də o hazırda Bəhruz adlı oğlanla danışırdı. Onun sevgilisi var dedim. Amma sözündən belə anladım ki, yoxdur. Qələt edir, yəqin özünü sənə sırmaq üçün elə deyib. Bəs sürmə, məncə o da pis qız deyil. Dərhal üzümü qırışdırdım. Vay vay, ondan danışma. Niyə? Desəm iştahan qaçar. Hə, onda demə. Əslinə qalsa evdə Mamagil mənə Arzunu nəzərdə tutmuşdu. Sonra fikirlərini dəyişdilər. Arzu qəşəng qızdır, amma qaraqabaqdır. Arzuya etiraz etməzdim, amma öz aramızda qalsın, kənddə heç kim bilməsin. Onun da istədiyi var. Bunu yalandan demirdim. Arzu hər gün telefonda danışdığı Orxanla münasibətdə kifayət qədər xoşbəxt görünürdü. Kənan təəssüflə başını buladı. Səndən də bir xeyri gəlməz mənə. Yenə gülməyim tutdu. Niyə qaqaş? Çünki mənimlə tanış etməyə yaxşı rəfiqən yoxdur. O bunu deyəndə birdən Dəryanı xatırladım. Niyə ki, yaxşı qızlar çoxdur, amma sənə yaxşıların ən yaxşısı layiqdir. Dərya adlı bir rəfiqəm var, canlara dəyən qızdır. Bir dəfə imkan tap, universitetə gəl, sizi tanış edim. Məzəli şəkildə başını yellədi. Baxaram, bura bax. Qardaşımın əz əvvəl dediyi bir söz mənə maraqlı gəldiyi üçün səbəbini öyrənməyə tələsdim. Deyirsən, sənin üçün Arzu nəzərdə tutmuşdular, sonra fikirlərini niyə dəyişdilər? Sonra belə hesab etdilər ki, ən yaxşısı könüldür. Əslində, bugün mən Bakıya göndərilmələrinin bir məqsədi budur ki, gecəni xalamgildə qalım, qızı görüm. Çoxdan görmürəm axı. Dərhal uğursuz günü xatırladım. Könülün Vazih və Lətif tərəfindən zorlandığı günü. Sonradan isə alçaq Latif qızı şantaj edərək yenidən onunla olmağa məcbur etmişdi və yəqin indiyə kimi də gizlin görüşürdülər. Kənddə hər kəs Kənanı qeyrətli, mərd, dürüst və əxlaqlı bir gənc kimi tanıyırdı. Lakin atamla anamın onun üzərindəki güclü təsiri də məlum idi. Əgər onlar Kənan üçün könüllü məsləhət bilmişlərsə, bu istəklərinin yerinə yetməsi ehtimalı çox böyük idi. Çünki Məlahət xalanı da Kənana etiraz etməyəcəyini bilirdim. Bunları düşünmək məni az qala dəli eləmişdi və yəqin bu səbəbdən səsim qeyri-ixtiyari olaraq çox ucadan çıxdı. Xalamın qızı Könül? Hə, Kənan gülümsəyərək təsdiq etdi. Fikirləşirlər ki, sənin Ramillə, mənsə Könüllə nişanlansaq, qohumluğumuz daha möhkəm olar. Məlahət bizim doğma xalamızdır. Bundan yaxın qohumluq olar. Qohumdan qız alanda o qohumluq heç möhkəmlənib eləmir. Əksinə, zamanla arada soyuqluq yaranır. Bir də ki, ay Kənan, yekə oğlansan. Ağlın dərrakən var. Sənin üçün qızı anamgil niyə tapmalıdır? Özün birini sevib seçə bilməzsən? Qaşqabağını tökdü. Bunun əkəc-əkəc danışmağına bax. Mənə ağıl öyrədir. Kimisə sevmək adamın öz əlində deyil ki. Könül sənə əsla layiq biri deyil. Bu sözlərin ağzından qəfil necə çıxdığını özüm də bilmədim. Niyə? Təəccüblə soruşdu. Barəsində pis şey bilirsən?
İndi bunu ona necə deyəydim? Necə deyəydim ki, xalamızın qızı Lətif adlı pozğun bir gədənin qəhbəsidir. Sirrini ömürlük saxlayacağım barədə könülə söz vermişdim axı. Yox dedim. Bəs niyə mənə yaraşdırmırsan? İş güc bacarmayan tənbəlin biridir. Şəhər qızları elə olur da, deyə Kənan güldü. Burada söhbəti böyütməyə mənası yox idi. Könül kimi forslu, fasolunu qız onsuz da kəndə gəlin getmək istəməzdi. Lap getmək istəsə belə onunla danışıb fikrindən döndərə bilərdim. Yaxşı, sən yolundan saxlamayım, get, yaxşı yol, deyib Kənanı qucaqladım. Mənzilə qaydanda qızlar hələ də onun barəsində danışırdılar. Zərrin məni görən kimi zarafat yana ahənglə. Bura bax, Ülüş, məni Kənana düzəltməsən, sənin başına oyun açacağam, deyə hədə qorxu gəldi. Başımı buladım. Səni Kənana, yoxsa Kənanı sənə? Qızların üçü də ürəkdən güldü. Mənim isə heç güləsi halım yox idi. Könül məsələsi qanımı qaraltmışdı. Ertəsi gün universitetdən çıxan kimi birbaş 28 mala getdim. Orada 2 saata yaxın hərlənib, özümə çoxdan arzusunda olduğum bej rəngli kargo şalvar, qəhvəyi kofta, krem rəngində yüngül idman stilində ayaqqabı aldım. Fikir vermisinizsə, ayaqlarının yan tərəfindən iri cibləri olan kargo normal boyu və bədən quruluşu olan qızlara daha sevimli və şıltaq göstərir. Mənə də çox yaraşırdı. Sevincimin həddi hüdudu yox idi. Düzdür, evdə qızlara göstərəndə Zərrin bunun mövsümə uyğun olmadığını, qabaqdan qış gəldiyini deyib dodaq büzdü. Amma onun sözlərini qulaq ardına vurdum. Çünki hələ payız fəsli idi. Paytaxtda havalar mülayim keçirdi. Axşamüstü evin yaxınlığında Amirlə görüşüb bacısının telefonunu verməli idim. Bunun üçün yəqin ki, işdən çıxanda mənə zəng vurub bildirəcəkdi. Və biz bugün onunla ilk dəfə ikilikdə üzbəyiz görüşəcəkdik. Bunu düşünəndə keçirdiyim qatıma qarışıq hisslərdən əlim ayağım əsirdi. Saat artıq 5-in yarısı idi. Mən isə hələ nahar etməmişdim. Səhər universitetə gedəndə də heç nə yemədiyim üçün mədəm nalə çəkirdi. Aldığım paltarları yataq otağında çarpayının üstünə ataraq mətbəxə qayıtdım. Anamın göndərdiyi kələm dolmasından 3 dənəsini götürüb kiçik qazanda qazın üstündə qoyanda Zərrinlə Arzu mətbəxdən çıxdılar. Acgöz sürmə isə pəncərəyə söykənərək özünü həyətə baxırmış kimi göstərirdi. Xörək azacaq ılıqlanan kimi qazın üstündən götürüb süzmə, kələm dolması yeyirsən deyə soruşdum. Dərhal gözünü həyətdən çəkib əlindəki qazançaya baxdı. Dolma, nə bilim ac deyiləm, amma birini yeyərəm. Gülçörə xalanın xörəklərini sevirəm. Elə sənin qurumuş canın üçün ürəyimdən keçirtdim. Sən havaya olan hər şeyi sevirsən. Dolmadan ikisini özümün, birini sürmənin boşqabına qoydum. Onun süfrə arxasına keçməsini gözləmədən öz payımı tələsi yeyib ayağa qalxdım. Hələ görüşə qədər hamama girib yuyunmalı, geyinib üz gözümə əl gəzdirməli idim. Amir axşamüstü işdən çıxıb evimizin yanına gələcək, mən də aşağı inib Ayşənin telefonunu ona verəcəkdim. Amma qəribədir ki, buna görüş adı verib əl-ayağa düşmüşdüm. Təzə paltar almaq, dünən çinməyimə baxmayaraq yenə hamama girmək, bəzənmək. Bəlkə Amir məndən telefonu alıb dərhal ayrılacaqdı. Yox, içimdəki bir his deyirdi ki, elə olmayacaq. Vanna otağında yaxşıca yuyunub qurulandım. İri məhrabaya bürünərək yataq otağıma getdim. Arzu burada idi, dərslərini hazırlayırdı. İçəri girdiyimi görəndə üzünü çevir deməyimi gözləmədi. Oturuşunu dəyişib arxasını mənə çevirərək kitab oxumağına davam etdi. Bir-birimizə bədənimizi göstərməyə də baxmağa da utanırdıq. Aramızda təkcə Zərrin biraz həyasız idi. Gözümüzün qarşısında soyunub geyinə bilirdi. Amma o da yanımızda bikinisini çıxartmazdı. Türkün sözü gündəymez yerlərini bir dəfə də olsun görməmişdik. Bunu düşünəndə Sərhadın 2 il əvvəl məni hamamda çılpaq görməsini xatırlayıb həmişəki kimi məyus oldum. O əhvalat hər dəfə yadıma düşəndə özümü yad biri ilə cinsi əlaqədə olmuş kimi hiss edirdim və bu mənə çox pis təsir edirdi. Fenlə saçlarımı quruladım. Məhrabanı bədənimdən açıb çarpayının üstünə ataraq dolabdan götürdüyüm ən yaxşı at paltarımı tələsik əynimə keçirtdim. Sonra yeni aldığım koftanı və çox cibli kargo şalvarını geyindim. Güzgünün qarşısına keçib dodaqlarımı açıq tonlu boya ilə boyadım. Kipriklərimə turş çəkdim, üstünə ətir çilədim və artıq görüşə hazır idim.
Amir zəng vurub uzağı 20 dəqiqə evimizin yanında olacağını bildirəndə təlaşım 1-ə 5 artdı. Qızların zarafatyana gülüş ifadə edən hiylərgər baxışları altında yataq otağında, dəhlizdə və salonda gəzirdim. Oturmurdum ki, şalvarım əzilib qırışar, mətbəxə keçmirdim ki, üstümə ləkə düşər və ya paltarıma xörək qoxusu hopar. 10 dəqiqədən sonra vaxtın keçməsini gözləməyə hövsələm çatmadı. Ayşənin telefonunu çantama qoyub evdən çıxdım. Amiri məhəlləmizin girişində 20 gün əvvəl klinikadan qayıdarkən ayrıldığımız səkidə gözləyirdim. 5-6 dəqiqə sonra o öz avtomobili ilə gəldi. Yerə enib mənimlə əl tutdu. Salam Ülkər, səni çox gözlətmədim ki. Salam, əlimi sıxmağına imkan verərək dedim. Yox, dediyim vaxta gəldin. Mən sözümdə həmişə dəqiqəm və ünsiyyətdə olduğum insanlarda bunu görməyəndə məyus oluram deyib, Amir məni heyranlıq ifadə edən baxışlarıyla başdan ayağa süzdü. Maşallah, necə gözəl görünürsən. Utancaq bir təbəssümlə, gözəl günün olsun dedim. Aramızda bir neçə saatlıq sükut yarandı. Bir neçə anlıq sükut yarandı və birdən anladım ki, bacısının telefonunu verməyi bilərəkdən gecikdirirəm. Amir bunu səhv anlaya bilərdi. Cəld çantamdan çıxardım, ona uzatdım. Telefonu gətirdim, buyur. Ayşənin huysuzluğu uzundan səni əziyyətə saldıq deyib cihazı aldı. Aparıb maşının ön oturacağını ataraq yenidən yanıma qayıtdım. İndi ki evdən çıxmısan, vaxtın varsa biraz buralarda gəzib söhbət edək. Təklif ürəyimdən olsa da utandığımdan nə deyəcəyimi bilmədiyim üçün yalnız bir dəfə əzilib büzləndən sonra vaxtım var deyə dilləndim. Amir saatına baxdı. Hətta bəlkə mənimlə axşam yeməyi yeyəsən. Doğrusu bunu gözləmirdim. Yox, çox sağ ol, mən ac deyiləm dedim. Amma mən işdən indi çıxmışam, acam. Mənə yoldaşlıq eləsən sevinərəm. İlk görüş qızlar üçün onsuz da həyəcanlı olur. Eyni masa arxasında oturub nəsə yemək isə 2 qat cəfadır. Orada özümü necə aparmaq lazım gəldiyini bilmirdim. Etiraz etmək ürəyimdən olmasa da, inşallah, başqa vaxt dedim. İndi sadəcə telefonu vermək üçün evdən tələsik çıxmışam. Məni bir daha başdan ayağa süzüb gülümsədi. Yəqin üst başımdan bu görüşə xüsusi hazırlaşdığını anlamışdı. Yox, elə indi gedək dedi. Bu dəfə etiraz edə bilmədim. Sustuğumu görəndə sağdan arxa qapını açaraq maşına dəvət etdi. Tərəddüdlə də olsa keçib oturdum. Sükan arxasına yerini tutan Amil avtomobili yerindən tərpədib, bir də 6-7 dəqiqəlik məsafədə yerləşən Türk ailə restoranının qarşısında əylədi. Yerə enib restorana daxil olduq. Axşam yeməyinin vaxtı olduğu üçün burada xeyli müştəri vardı. Boş masa tapıb əyləşən kimi ofisiant gəldi. Amir bəlkə də hədsiz çox sıxıldığımı nəzərə alaraq mənim fikrimi soruşmadan özünün bəyəndiyi mərcimək şorbası, İskəndər kabab və toyuq salatı sifariş verdi. Məndən isə ayran, kola, meyvə şirəsi ya da su içəcəyimi soruşdu. Həmin an ürəyimdə meyvə şirəsi içmək keçsə də nədənsə adi, qazsız su dedim. Yemək zamanı demək olar ki, yalnız Amir danışır, mən isə susub onu dinləyirdim. Ülkər, sən gözəl olmaqla bərabər eyni zamanda ağıllı bir qızsan. Söhbətə belə başladı. Yəqin ki, səndən necə xoşlandığımı və qaldığım evə bacımla gəlməyimdən sənə qarşı fikrimin necə ciddi olduğunu anlamısan. Mənim 27 yaşım var, artıq 28-ə keçirəm. Ali təhsil almışam, müəyyən həyat təcrübəsinə malikəm. Normal işdə çalışıram. Atamgilə Xırdalanda oluruq, amma özümün Nərimanov metrosu tərəfdə 2 otaqlı mənzilim var. Bunları qarşısında öyünmək üçün sadalamıram. Demək istəyirəm ki, ailə qurub onun bütün məsuliyyətini üstümə götürməyə özümü hazır hesab edirəm. Yəni ailəsinin necə yaşadacağını bilmədən evlənməyə tələsən oğlanlardan deyiləm. Amma iş elə gətirib ki, bu yaşıma kimi heç bir qızı seçə bilməmişəm. Bu xarakterimə bağlıdır ya, nədirsə kiməsə qarşı sevgi hissim yaranmayıb. Bu səbəbdən 1 ildən çoxdur anamla Ayşə mənə qız axtarırlar. Dayım qızını deyiblər, əmim polis mayorudur. Onun qızını deyiblər, uzaq qohumlardan, yaxın qonşulardan neçə şirin, neçə qızın adını çəkiblər. Amma heç birini qəbul etməmişəm. Qohumla evlənməyin qəti əleyhinəyəm. Tibbin bunu qadağan etməsi bir yana, şəxsən mənim fikrimcə 2-ci dərəcəli bacı hesab olunan xala qızı, dayı qızı, əmi qızı, bibi qızı ilə evlənmək qeyrətə, namusa ziddir. Digər namizədlərim də ya açıq saçıqlığını, ya aşırı qapalılığını, ya zahiri görkəminin naqisliyini, ya var dövlət düşkünlüyünü bəyənmədiyim üçün onlarla evlənməkdən imtina etmişəm.
Burada fasilə verib məndən niyə heç nə yemədiyimi soruşdu və cavab gözləmədən söhbətinə davam etdi. O gün sən başının hərləməsi ilə əlaqədar səkiyə çökəndə sanki Allah özü Ayşənlə yolumuzu oradan salmışdı. İndi desəm ki, səni görən kimi vuruldum, müasir fikirli bir qız kimi gülərək bu nağıllarda olur deyəcəksən. Amma o an məndə doğrudan da vurulmağa oxşar bir his baş qaldırmışdı. Sanki illərin tanışını, hətta doğmamı görmüşdüm. Sonra maşında və klinikada səninlə söhbət etdik. Sənin necə dərrakəli, əxlaqlı, yüksək ailə tərbiyəsi görmüş bir qız olduğunu gördüm. Səndən ayrılandan sonra bacıma dedim ki, bax bu qız razılıq versə onunla məmnuniyyətlə evlənərəm. Ayşən sevindi, çünki o da səni yaman bəyənmişdi. Evə gedəndən sonra səni anama, daha sonra atama ağız dolusu təriflədi. Uzun danışıb başını ağırtmaq istəmirəm. Yəqin ki, fikrim sənə tam aydındır. Mən gələcək həyatımı sona kimi səninlə birgə yaşamaq istəyirəm. Əlbəttə, əgər sən də buna razısansa. Amirin bugün mənə ürəyini açacağını əsla gözləmirdim. Bədənimi uçunma tutmuşdu. Bir anlıq mənə elə gəldi ki, restorandakıların hamısı bizə baxır və bu dəqiqə ay qız qəbul etdiyə xorla səslənəcəklər. Həyəcanın çoxluğundan deyəsən əlimdəki çəngəli boşqabın kənarına döyəcləyirdim. Bir neçə dəfə udqunub titrək səslə "İndi siz mənə evlilik təklifi edirsiniz?" deyə soruşdum. Yenə siz? Amir gülümsədi. Səhvimi düzəltmiş oldum. Sən mənə evlənmək təklifi edirsən? Yox, yenə gülümsədi. Sadəcə səninlə bağlı fikirlərimi bölüşdüm. Əgər bu məsələyə qəti və kəskin etirazın yoxdursa, istərdim tez-tez telefonda danışaq, görüşək, bir-birimizi yaxından tanıyaq. O zaman bir neçə ay sonra sənə evlilik təklif edib konkret cavab istəyə bilərəm. Amma ola bilər ki, məndən qəti xoşlanmırsan, hətta məndən zəhlən gedir. Bax, onda sənə deyəcəyim heç bir sözüm olmaz və elə burada bir dəfəlik ayrılarıq. Elə şey ola bilməz deyə qəfil səsləndim və bu sözlər ağzıma necə çıxdığını özüm də bilmədim. Amir deyəsən yaman pərt olmuşdu. Başa düşmədim. Yəni səndən niyə zəhləm getsin ki, dedim. Dərindən nəfəs alıb özünə gəldi. Əgər belədirsə, deməli mənə şans verə bilərsən. Görüşək, bir-birimizin xarakterinə dərindən bələd olaq. Mən evlilik söhbətinə olduqca ciddi yanaşıram. Bu iş əsla səhlənkarlıq sevməz. Ailəm istəyir ki, üzümüzə gələn avqust Əgər belədirsə, deməli mənə şans verə bilərsən. Görüşək, bir-birimizin xarakterinə dərindən bələd olaq. Mən evlilik söhbətinə olduqca ciddi yanaşıram. Bu iş əsla səhlənkarlıq sevməz. Ailəm istəyir ki, üzümüzə gələn avqust ya sentyabrda toyum olsun. Ümid edirəm ki, o vaxta kimi səninlə qərarımız qətiləşər. Hələ 9 aydan çox vaxtımız var. Birdən dayandı və sən niyə heç nə yemədin Ülkər deyərək başını buladı. O özü yeməyini yeyib qurtarmışdı. Mən isə şorbadan 2-3 qaşıq alandan sonra İskəndər kababından tək bir tikə yeyib çəkilmişdim. Ətin üzərinə tökülmüş sosun dodaqlarımı bulayacağından qorxurdum. Toyuq salatı da mayonez qatıldığına görə xoşuma gəlmədi. Bu salatı xamı ilə xoşlayıram. Amma məndən cavab gözləyən oğlana başqa cür dedim. Evdən çıxmamışdan əvvəl yemək yemişdim. Nə yemişdin? Anam rayondan kələm dolması göndərib. Ondan qızdırıb yedim. Nuş olsun. Ananın adı nədir? Gülçöhrə. Gözəl adı var. İnşallah sənin kimi bir qız yetişdirmiş Gülçöhrə xanımın əlindən öpmək mənə nəsib olar. Utandığımdan heç nə demədim və Amir özü davam etdi. Bütün ailə üzvlərinizi tanımaq istərdim. Bax, mənim kiçik və sadə ailəm var. Atamın adı Şahsuvardır. Vergi sistemində çalışır. Anam Nadide evdar qadındır. Cəmi 2 övladları var. Mən və Ayşən. Mənim növbəm olduğunu anlayıb sözə başladım. Atam Mahmud Fəhli olub. İndi kiçik fermer kimi öz torpağında kartof əkir. Anam evdar qadındır. 2 qardaş, bir bacıyıq. Qardaşlarımın ikisi də məndən böyükdür. Böyüyü Etiqadın 30 yaşı var, evlidir. Yük maşını sürür. Gəlinimiz Zeynəb qonşu kənddəndir. 2 uşaqları var. 7 yaşlı Vəfa, 5 yaşlı Elmir. İkisini də çox sevirəm. O bir qardaşım Kənanın 26 yaşı var. Subaydır. Kənan ali təhsil alıb, Amir qəfil sual verdi. Yox, kartof sahəsində atama kömək edir. Ümumiyyətlə, məndən başqa bizim nəsildə ali təhsil alan yoxdur. Hə?
Birdən ağlıma gələn fikirdən qürurla dilləndim. Müharibəyə könüllü getmişdi. Qolundan və ayağından yaralanıb qayıtdı. Medalları var. Maşallah, Amir dedi və dərhal da narahat halda soruşdu. Yaraları necədir? Şükür, sağalıb. Şükür. Sonra Amir universitet həyatım barədə soruşdu. Öz işlədiyi dezinfeksiya şirkətinin iflasa doğru getdiyindən danışdı. Başqa bir şirkətlə müqavilə bağlamaq fikrində olduğunu dedi və nəhayət söhbətimizi yekunlaşdırıb qalxdıq. Məhəllənin girişində avtomobildən enəndə biz artıq 2 saat bundan əvvəlki adamlar deyildik. Amirin maşınına burada yad biri kimi minmişdim. İndi isə az qala doğması kimi düşürdüm. Aramızda bizi bəlkə də ömürlük birləşdirəcək bir yaxınlıq vardı. Bir məşhur mahnıda deyildiyi kimi, yadlar gəlir doğma olur, yaxın olur. Ey həyat, sən nə qəribəsən. Doğrudan da qəribə deyildimi? Məhəlləçi yolla binamıza doğru addımlayanda fərhəmdən uçurdum. Amir kimi yaraşıqlı və əsl kişi xarakterli oğlan mənə ilk baxışdan vurulduğunu etiraf edərək ətrafdakı çox sayda namizəd qızların içindən məni seçib evlənmək təklif etmişdi. Üstəlik canı sağlam idi, gənc idi, gözəl idim, əynimdə çox sevdiyim kargo şalvarım vardı. Necə uçmayaydım axı? Allahmədin taksisi öz yerində idi. Məni görən kimi qapını açıb yerə düşdü. Nə deyəcəkdi ki, yanından sürətlə ötdüm. Şaxxanım yenə göyərti satan arvadın yanında oturmuşdu. Qarşılarından keçəndə qeybətlərini kəsərək mənə səbəbini anlaya bilmədiyim təəccüblə baxdılar. Binanın qapısına yaxınlaşanda isə Şaxxanımın ucadan dediyi sözləri eşitdim. Bax, 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 ombasını yelləməyə bax. Bunun elə bir gözümüzə soxacaq. Və göyərti satan ona ürəkdən dəstək verdi. Hə, daha qızlarda nə abır qalıb, nə həya. 12-ci hissə. Bazar günü idi. Mətbəxdə özüm üçün nahara şorba bişirirdim. Arzu masanın arxasına oturub dərs kitablarına qapılmışdı. Zərrinlə Sürmə öz oğlanları ilə görüşə hazırlaşırdılar. Sürmə vanna otağında saçlarını yuyur, Zərrin isə salonda bəzənib düzənirdi. Düşünürdüm ki, kaş Arzu da durub harasa gedəydi. Mənzildə tək qalaydım. Ancaq zalım qızının dərs oxumaqdan başqa işi peşəsi yox idi. Bir də ki, hara gedəcəkdi, kiminlə gedəcəkdi. Orxanla yalnız telefonda danışırdılar. Nə sevgilisi onu görüşə dəvət edirdi, nə də o sevgilisini. Hə, Arzu da şəhərə çıxsaydı çox yaxşı olardı. Könüllü ciddi söhbət üçün evə çağırmışdım və 1 saata gəlməli idi. Mənzildə yalnız ikimiz olsaydı rahat söhbət edə bilərdik. Kənan keçən həftə Bakıya gələndə gecəni xalamgildə qalıb, səhər tezdən rayona yola düşməli idi. Amma sən demə növbəti günü də orada qalmış, hələ bu azmış kimi könüllü ikisi şəhərə gəzməyə çıxıblarmış. Bunu bir neçə gün əvvəl anamla telefon danışığımızda öyrəndim. Arvadın deməyinə görə, könüllü çox bəyənən qardaşım onunla evlənməyə razılaşırmış. Ah, Sadəlöv qardaşım, ağlı başında, boylu buxunlu oğlansan, müharibəyə könüllü gedib düşmənlə üz-üzə qaldın, kişiliyini, qeyrətini, igidliyini sübut etdin. Amma ailə quracaq məsələsində acizsən. Gələcək həyat yoldaşının kimliyini özün yox, ananla xədam müəyyən edirlər. Yox, mən buna razı ola bilməzdim. Doğma qardaşım olması bir yana dursun. Kənan kimi qeyrətli oğul belə rəzilliyə layiq deyildi. Sən bir işə bax, deməli vazih it oğlunun zorladığı, indi də cındır lətifinin altından çıxmayan könül həyatda ən çox sevdiyim insanın arvadı olacaqdı. Elə bircə bu qalmışdı. Sabah vücudu 5 qəpiyə dəyməyən kişiciklər Kənanın üzünə arxasınca peysəl adlandırsınlar. Ay siz öləsiniz. Peysər sözünü 1-2 ay əvvəl ilk dəfə çox bilmiş Zərrindən eşitmişdim. Daha doğrusu insan başının arxa hissəsinin bu adla adlandırıldığını əvvəldən bilirdim. Son zamanlar Gəncənin həmin sözü tamam başqa anlamda işlətdiklərini isə Zərrindən öyrəndim. Bildim ki, anasını, bacısını, arvadını, ümumiyyətlə namussuz hesab edilən qadınları yad kişilərə paylaşan, xəyalən onlarla yataqda təsəvvür etməkdən zövq alan və ya yüngül halda namussuz sayılan qadın barədə pis söz eşidəndə qulağını sallayıb baxan erkəklərə ikrah hissi ilə peysər deyirlərmiş. Ülüş, Zərrin qəfil mətbəğa soxulmaqla beynimdəki acı fikirləri pərən-pərən saldı. Diksindim, ay qız, nə olub deyə üzünə bozardım. Qız bunu vecinə almadan əlindəki
Kişi qol saatını göstərdi. Bunu Bəhruz üçün almışam. Səncə necədir? Əlində mixəyi rəngli aşırı gödək yubka və eyni rəngdən nazik kalqutka vardı. Ağ köynəyi ilə qəhvəyi gödəkçəsi bu geyimi ilə uyuşurdu. Saçını saç ütüsü ilə yaxşıca ütüləmişdi. Zərrin qəşəng qız idi, ancaq mənim fikrimcə oğlanlarla münasibətdə özünü ucuz tuturdu. Qızın oğlana hədiyyə alması nə demək idi? Yəni almaq olar deyə mən də istəyərdim Amirə özümün bəyənib seçdiyim bir qalstuk hədiyyə edim. Mənimlə görüşə onu taxıb gəlsin, baxıb zövq alım. Amma bunlarda məsələ başqa cür idi axı. Bəhruzun Zərrinə bir şey aldığını heç görməmişdim. Bu başxarab qız isə son vaxtlar aldığı maaşı ona xərcləyirdi. O gün isə bahalı bir qolbaq alıb vermişdi. Arzu başını qaldırıb saata yalnız bir anlıq nəzər saldı və yenə kitab oxumağına davam etdi. Mən isə ürəyimdən keçəni gizlətmədim. Yenə sən hədiyyə almısan? Vallah onu pis öyrədəcəksən. Yaxşı da, yenə başlama. Zərrin tünd boya ilə boyadığı qalın dodaqlarını büzdü. İçimdən gəlir, pulum var, alıram. İçindən gəlmir, qorxursan ki, Bəhruz da o birlər kimi əlindən çıxar. Ona görə də gündə bir hədiyyə alırsan. Niyə belə edirsən axı? Minnəti olsun ki, sənin kimi qız onu sevir. Qız deyəsə məndən incidi. Ülker, səndən saatın necəliyini soruşuram. Sənə Bəhruz bunu bəyənəcək? Səncə Bəhruz bunu bəyənəcək ya yox? Neçəyə almısan? Bu məni həqiqətən maraqlandırdığı üçün sual verdim. 65 manata. Vay, bəyənəcək, niyə bəyənmir ki? Lap əladır. Bunu bayaqdan dedə, forsla dönüb mətbəxdən çıxdı. Özümdən asılı olmayaraq Bəhruzla Amiri müqayisə etmək istədim və gördüm ki, onlar əslində heç müqayisəyə gəlməzlər. Amirdə əsl kişi xarakteri vardı. Məni səkidə yıxılmış görəndə klinikaya apardı, müayinə xərclərini çəkdi, öz pulu ilə mənə dərman aldı və bütün bunları minnətsiz elədi. Hələ bacısı ilə mənə baş çəkməyə gələndə gül buketi və konfet almağını demirəm. Bəhruz isə belə görünürdü ki, qadın hesabına yaşayan Alfonsdur. Belələrindən zəhləm gedirdi və fikrimcə onlarda şəxsiyyətdən, mənlikdən əsla danışmağa dəyməzdi. Yazıq Zərrin. İstəyirdi biri ilə evlənsin, özünün ailəsi, evi olsun. Amma oğlan barəsində heç bəxti gətirmirdi. Rastına çıxan ya narkoman olurdu, ya da başqa cür başı xarab, ya da indiki gədə kimi səviyyəsiz, şərəfsiz. Bəxti gətirmirdi. Bəxtin bura nə dəxli vardı? Zərrinin başına gələnlər aldığı yanlış tərbiyənin, savadsızlığının və kitab oxumadığı üçün dünya görünüşündən, həyat bilgisindən xəbərsiz olmasının nəticəsi idi. Amirin evlilik, daha doğrusu bir-birimizi dərindən tanımaq üçün çıxmaq təklifi barədə qızlara deməmişdim. Zamanı gələndə onsuz da biləcəkdilər. Restoranda olan söhbətlərimizi xatırlayanda üzüm güldü. Amir ailə məsuliyyəti barədə danışanda necə ciddi və səmimi idi. Beləsini həmişə etibar etmək, arxalamaq olardı. Yoxsa Sənan? Həyata, sevgiyə, ailəyə oyuncaq kimi baxan bu oğlan indi özü də nəzərimdə məzmunsuz oyuncaq kimi görünürdü. Bunları düşünərkən birdən ağlıma gəldi ki, kəs Sənanla münasibətə xitam verdiyim günlərdə Amiri tanımış olaydım. Onda ona Kənanın yox, elə Amirin fotosunu göstərərdim. Mənzilin qapısı açılıb örtüldü. Zərrin idi. Bəhruzla görüşə gedirdi. Özü də sevinə-sevinə. Necə də sevinməsin. Çantasında 65 manatlıq hədiyyə qol saatı vardı. Demək, görüş boyu Bəhruz bəyin əhvalı yaxşı olacaq və Zərrinə qarşı kifayət qədər lütfkar davranacaqdı. Ay sənə nə deyim, avam qız. Balaca qazanım qaynamaqda idi. Telefonumu əlimə alaraq Instagram səhifəsinə girdim. Mesaj istəklərində yeni mesaj vardı. Kimdən gəldiyi ilə maraqlananda yenə həmin həyasız oğlandan olduğunu gördüm. Of, sən nə qədər gözəlsən Ülker. Sənin o bal daman şirin şəkər dodaqlarından öpmək istəyirəm. Bal daman, şirin şəkər. Bu sözlər canıma yatmadı, desəm yalan olar. Biz qızlar öz gözəlliyimizə hər nə qədər əmin olsaq da, şirin təriflərə həmişə möhtacıq. Amma bu sarsaq hər kim idisə bilməlidir ki, biz qızlar əlbəttə tək-tək fahişə ruhluları çıxmaq şərti ilə yalnız sevdiyimiz oğlanla təmasdan ehtiraslanıb zövq alırıq.
Digərlərinin isə bizim üçün cansıxıcı taxtadan fərqi yoxdur. Bunu bilmirdi. Çünki ağlı, təfəkkürü eşeğinki qədər idi. Neysə, insan nə qədər arsız olarmış. Elnur adlı bu oğlandan Instagram səhifəmə ilk mesaj Amillə restoranda görüşdüyümüz günün axşamı gəlmişdi. Mesajda bunlar yazılmışdı. Ülkər, salam, necəsən? Səni universitetimizin qabağında gördüyüm gündən o gözəl figuron məni dəli eləyir. 24 yaşım var, boyum 186, idmançı görkəmli yaraşıqlı oğlanam. Çox ehtiraslıyam. Gizli görüşməyə evim var. Səninlə görüşüb çılğın seks yaşamaq istəyirəm. Səni yataqda hər cür razı salacağıma əmin ola bilərsən. Eyni zamanda sənə maddi və mənəvi dəstək olmağa da hazıram. Cavabını gözləyirəm. Amillə görüşün fərəhini yaşadığım həmin anlarda bu mesaj məndə yalnız ikra hissi doğurdu. Bloka atmadım. Dedim, cavab vermədiyimi görəndə rədd olub gedəcək. Instagram səhifəmin profilinə kitab şəkli qoymuşdum. Paylaşımlarda da öz fotom yox idi. Yalnız kitab şəkilləri və bədii əsərlərdən sitatlar paylaşırdım. Buna baxmayaraq, adımdan qız olduğumu bilən bəzi süley oğlanlar direktə yazıb tanış olmaq istəyirdilər. Elələrinə heç vaxt cavab vermirdim. Növbəti gecə özünü Elnur adlandıran oğlan mesajını geri götürərək yenisini göndərdi. Yəqin sən də mənim kimi yataqdasan. Kaş bu dəqiqə səninlə olaydım. Sənə günlərlə unuda bilməyəcəyin şirin bir əzab yaşadardım. Əynində nə var? Utanıb çəkinmə. Mənə 100% güvənə bilərsən. Hər şey ikimizin arasında qalacaq. Oxuyub sildim. Ancaq o əclaf mesajı oxuyub oxumadığını bilməyəcəkdi. Sonra bir neçə gün ara verdi və dünən axşam 3-cü mesajı gəldi. Sənin kimi gözəl qız yəqin, yəni indiyə kimi heç bir ehtiraslı anlar yaşamayıb. Bəlkə sevdiyim var, varsa de, daha yazmaram. İndi də bu mesaj. Dodaqlarımı istəyirmiş, iyrənc məxluq. Sanki heç anası bacısı yoxdur, şərəfsizin. Geyinib hazırlanmış sürmə mətbəxə girdi. Qızlar, sizcə necəyəm? Cır şalvar və yaxası açıq qara koftanın üstündən geydiyi açıq xaki rəngli yarım palto sanki əynindən tökülürdü. Bir də palto yazıq neyləsin? Qız o qədər arıq idi ki, nə geyinsəydi belə görünəcəkdi. Sinəsini çox açıq qoymuşdu. Bunu zərrin arzu etsəydi bir təl qəbul etmək olardı. Sürməyə isə heç yaraşmırdı. Qaldı mənə. Mən şəxsən heç vaxt sinəmə açıq qoymaram. Kipriklərinə çəkdiyi tuş topa-topa dururdu. Dodaqlarının kənarına qələmlə çəkdiyi qalın kontur dodaq boyasından çox tünd olduğu üçün xoşagəlməz bir görünüş yaratmışdı. Halbuki kənarlara çəkilən kontur nazik və dodaq boyasından yalnız bir ton tünd olmalı idi. Arzunun onu eşitmədiyini və ya özünü eşitməməzliyə vurduğunu görüb, həvəssiz də olsa cavab verməli oldum. Supersən. Doğrudan sürmə sanki qulaqlarına inanmamışdı. Hə, ilkinin ürəyi gedəcək səni görəndə. Nə deyəydim, oğlanla görüşə gedən gənc bir qıza pis görünürsən demək, atasını, anasını, bütün dilin əslini, hətta ölülərini belə qəbirdən çıxardım söyməyə bərabər olardı. Nəyimə lazım idi? Belə edib düşməninə çevrilim. Olay özü bilərdi, bir də can ciyəri ilkin. Biz gülümsəyib barmağını açıq sinəsinə qoydu. Burada sənin sapfirin olsa, məncə daha yaxşı görünərəm. Nə demək istədiyini tam anlamadığım üçün dinmədim. Nə deyirsən? Boyunbağını 1-2 saatlığa bacına verərsən, deyə məni qıyğacı baxışlarla süzdü. Əlimi qeyri-ixtiyari olaraq boynumdakı qızıl boyunbağıya uzatdım. Sapfirdən balaca medalyon olan bu nazik qızıl boyunbağını mənə ali məktəbə qəbul olunduğum gün anam vermişdi. Onu isə atamın anasından, yəni rəhmətli Xədicə nənəmdən qalınmış. Yox, əslində məsələ biraz başqa cür olub. Atamın anası adı çəkəndə həmişə gözlərim dolan, dünyadan cavan köçdüyü üçün nə deməyə dilim gəlməyən Xədicə nənəm xəstəlikdən vəfat edəndə tök övladı sayılan atamın 6 yaşı varmış. Babamın ikinci dəfə evləndiyi arvadı nənəmin bütün şəxsi əşyalarına yiyələnir və bu boyunbağı da daxil olmaqla özünə lazım olanları saxlayır. Qalanlarını isə tarmar edir, atır, yandırır. Atam bu medalyonu həmişə anasının boynunda gördüyünü yaxşı xatırlayırmış. İllər keçir, böyüyür, atası vəfat edir. Analığı onunla dolanmadığı üçün evdən gedib özünə yeni yurd yuva qurur. Bir gecə həyətdən vaxtsız köçmüş anası yuxusuna girir.
Boynunda da həmin bu medalyonla boyunbağı varmış. Yuxudan ayılıb hönkür-hönkür ağlayır. Qalxıb analığının sahibləndiyi ata evinə gedərək medalyonu istəyir. Deyir ki, hətta pulunu ödəməyə hazıram. Bəyimlisə razılaşmır, təsliyinə salır. Ölsəm də vermərəm deyir. Belə olanda atam qəzəblənir. Bu rəhmətli anamdan xatirə qalan yeganə əşyadır. Məndə olmalıdır deyərək boyunbağını qadının boynundan zorla açıb götürür. Evlənəndə medalyonu anama verərək bu mənim üçün çox qiymətlidir. Heç bir əvəzi yoxdur. Yaxşı saxla deyir. Anam da həmişə üstündə gəzdirirdi. Mən universitetə qəbul olanda yazıq arvad necə sevinib qürurlanmışdısa boynundan çıxarıb mənə bağışladı. Bunu görən atam yamanca kövrəldi. Xeyli fikrə gedib axırda dərindən ah çəkdi və heç nə demədi. Bir gün kəndin ən qoca sakinlərindən olan Həlimə arvad bizə gəlmişdi. Anamla söhbət edirdilər. Mən də bir kənarda oturub onlara qulaq asırdım. Arada nurunu itirməkdə olan gözlərini mənə zilləyib xeyli baxdı və birdən qız rəhmətli Xədicə necə də oxşayır dedi. Sonra isə mənim təkidimlə nənəmdən danışdı. Xədicə ilə bacı kimi idi? Bu kənddə hələ onun kimi gözəl gəlin olmayıb. Həm gözəl idi, həm də ismətli, namuslu, əl açıq, ürək açıq. Bax bu Mahmudun yaxşı nə xasiyyəti varsa, onu anasından keçib. Atası Əzazinin biri idi. Burada birdən fasilə verib boynundakı safirə hüzünlə baxdı. Sənin boynundakı bu medalyon Xədicə nənənin nənəsindən yadigar idi. Bədbəxt elə əzizləyirdi ki bunu. Ülkər, nə çox fikirləşdin, ver də, sürmənin səsi məni duyğulandırılmış xəyallarıma pərən-pərən saldı. Yox, bunu kimsəyə vermərəm, nənəmin xatirədir, dedim. Bir dəfəli istəmirəm ki, 1-2 saata qaytaracam da. Yox, verə bilmərəm. Səsim deyəsən yaman kövrəyə çıxmışdı. Sürmə. Yaxşı vermirsən, vermə. Daha niyə ağlayırsan deyərək narazı halda mətbəxə, sonra isə mənzili tərk edərək getdi. Bu zaman onun ardınca baxan Arzu, qız da üzə baxda deyə başını mənalı tərzdə boyayaraq yenidən qarşısındakı dərsliyə daldı. Qazanı qazın üstündən yenicə götürmüşdüm ki, qapının zəngi çalındı. Gələn könül idi. Yüngülcə qucaqlayıb öpüşdük. Sonra onu yataq otağına ötürdüm. Başını mətbəxin qapısından içəri salıb, Arzu, mənim könüllə biraz özəl söhbətim var, dedim. Sadəcə mənə baxaraq başını tərpətdi. Gözlədiyim kimi heç nə soruşmadı. Hə, Arzu belə qız idi. Xalam qızı ilə çarpayının üstündə oturmuşduq. Qız ürəyinə sanki nəsə damıbmış kimi narahat görünürdü. Söhbətə necə başlayacağımı bilmirdim. Bir qədər susub dayanandan sonra kəsəsinə dilləndim. Eşitdim ki, səni Kənana nişanlamaq istəyirlər. Hə, analarımız elə bir şey danışıblar, dedi. Bəs sən necə baxırsan bu işə? Mən? Hə də, sən özün nə deyirsən? Nə deyəcəm ki, Kənanın məndən xoşu gəlib. Mən də onu çox istəyirəm. Əsəbimi boğmağa çalışsam da buna nail ola bilmirdim. Odur ki, səsim kobud çıxdı. Kənan səndən xoşlana bilər. Çünki barəndə heç nə bilmir. Nəyi bilmir? Heç nə anlamırmış kimi gözlərini döydü. Özünü gicliyə qoymusan? Könül, kim bilməsə də mən bilirəm eyni saatda Vazeh və Lətiflə yatağa girmisən. Ondan sonra da nə zamandır Lətiflə olursan. Qız narazı halda başını silkələdi. Mənimlə niyə belə danışırsan Ülkər? Yatağa girmisən nə deməkdir? Özün yaxşı bilirsən ki, o gün o alçaqlarla könüllü olmamışam, məni zorlayıblar. Mən Vazehi sevirdim, onunla evlənəcəyimizi düşünürdüm. Hardan biləydim oğraşın, alçağın biri olduğunu. Mənə zorla sahib oldu, sonra da Lətifə verdi. O mənzil də Lətifin imiş. Əcəf orada tək yaşayırmış. Mənimlə əlaqədə olarkən telefonla videomuzu çəkmişdi. Bu günə qədər də həmin video ilə şantaj edərək məni zorlayır. Burada mənim nə günahım var?